Bismillahirrahmanirrahim. İslam inancına görə Allah Taala insanlıq tarixi boyunca insanları doğru yola yönəltmək üçün peyğəmbərlər göndərmişdir. Bu peyğəmbərlər müxtəlif zamanlarda, müxtəlif coğrafiyalarda və fərqli qövmlərə göndərilmişdir. Peyğəmbərlərin sayı barədə Quran-ı Kərimdə belə buyurulur: Səndən əvvəl də peyğəmbərlər göndərdik. Onların bir qisminin əhvalatını sənə danışdıq, bir qisminin isə danışmadıq. Bu ayə göstərir ki, Allahın göndərdiyi peyğəmbərlərin hamısı Quranda adları ilə qeyd olunmayıb. Lakin şiə mənbələrinə görə ümumilikdə 124 min peyğəmbər göndərilmişdir. İmam Sadiq əleyhissalam buyurur: Allah 124 min peyğəmbər göndərdi. Onların 5-i ulul əzm peyğəmbərlərdir. Nuh əleyhissalam, İbrahim əleyhissalam, Musa əleyhissalam, İsa əleyhissalam və Muhammed salavatullah. Bu peyğəmbərlərin hər biri müəyyən bir qövmə və ya toplumun ehtiyacına uyğun olaraq ilahi vəhy ilə göndərilmişdir. Bəziləri böyük şəhərlərə, bəziləri dağlıq kəndlərə, bəziləri isə bütpərəst tayfalara yönəldilmişdir. Quran-ı Kərimdə buyurulur: Hər bir ümmət üçün bir elçi vardır. Bu Allahın heç bir xalqı hidayətsiz qoymadığını sübut edir. Məsələn, Hz. Hud əleyhissalam Ad qövmünə, Hz. Salih əleyhissalam Səmud qövmünə, Hz. Şüeyb əleyhissalam Mədiyən xalqına, Musa əleyhissalam İsrail övladlarına və s. Və Muhammed salavatullah isə bütün insanlığa göndərilmişdir. Quran-ı Kərim buyurur: Biz səni bəşəriyyət üçün müjdə verən və qorxudan kimi göndərdik. Peyğəmbərlərin çoxluğu və onların müxtəlif toplumlara göndərilməsi Allahın ədalətinin və mərhəmətinin göstəricisidir. Onlar yalnız keçmişdə yaşamış şəxslər deyil, bugün də bizə haqq və ədalət yolunu göstərən nur mənbələridir.